taktiki uğur nədir? Taktiki uğur Azərbaycanda medianın olmadığı şəraitdə, vətəndaş cəmiyyətinin olmadığı şəraitdə, repressiyaların tüğyan elədiyi şəraitdə ictimai fikirdə heç olmasa hökumətdən güclü olmaq, ictimai fikirdə heç olmasa hökuməti sıxışdırmaq, onu haqsız duruma salmaq, onu axıra qədər ifşa eləmək, onun Azərbaycan xalqının yanında yox, qarşısında olduğunu göstərmək, bu işlə məşğuldur. Siz də buna kömək edin. Yüz minlərlə, milyonlarla insan müxalifətlə birlikdə tələblər qoymalıdır hökumətin qarşısında. Mənim sevimli övladlarımı, günahsız övladlarımı, o gənc qız uşaqlarını həbsxanada saxlaya bilməzsən, azad elə onları. Azərbaycanın mübarizə simvolu olan Tofiq Yaqublunu, intellektual Qubad İbadoğlunu, Bəxtiyar Hacıyevi, Nazim Bəydəmirlini, saysız hesabsız siyasi məhbusları, inanclı insan olduğuna görə girov götürdüyün insanlı məhbusları azad elə. Xalq cəbhəsinin funksionerləri, o vətənpərvər insanlar, o mübarizə simvolları, onları girov saxlaya bilməzsən, azad elə. Bu xalqın övladlarına uşaq pulu ver, bunu tələb eləyir. Bunu tələb eləyirik biz. Bütün bunların hamısı, mən bütün tələblərimizi sadalamaq istəmirəm. Hamısı sizin tələblərinizdir. Biz hamılıq getməliyik hökumətin üstünə. Haqq bizim tərəfimizdədir, hüquq bizim tərəfimizdədir. Bizə qarşı dirəniş göstərməklə hakimiyyət, rejim xalqdan daha da qopur, daha da ifşa olunur. Qalırlar kimin ümidinə? Trollar, polislər və siyasi hakimiyyət. Deməli, qaldılar belə. Bu şəraiti saxlamaq lazımdır və inanın ki, bu vəziyyətin davamlı şəkildə gedərək xalqın xeyrinə artması, müxalifətin xeyrinə artması, hökumətin daha da dayaqlarının sarsılması, müxalifət və geniş xalq kütlələrinin birliyinin formalaşması və beynəlxalq şərtlərin də dəyişməsi ilə günün birində o şərait yaranacaq. Bu şərait yarananda biz 10 dəfə çıxmışıq meydana, 11-ci dəfə də çıxarıq.